Çantalarımızı yığmışıq. Gözləyirik. İlan. Fərdi arada kömək elə də İlana. Bütün hamısını olsa mən daşıyıram. Bayaq belim qırılır. Ay Fərdi, bir dənə bir şeyə sən gördün də Fərdi. Biletlər məndə. Elə Ləki qəsəbəsində yerləşir. Stansiyada əvvəllər zavod və fabriklər yerləşib. Saçdım. Vaxtilə stansiya ətrafında gübrə, pambıq, həmçinin Mən Namiri bayaqdan deyirəm ki, vaxtaş sakitdənəkəsiniz. Deyil çəkmişəm, bayaqdan fikir verirəm ki, artıq çəkir. Özü adamlıdır. Özü adamlıdır. Evə çəksin, daha da var öyrənmiyor stansiyası olsun. İstiqamətimiz Ləkidir. Bakıdan Ləki istiqamətinə bilet qiymətləri 13 manat biletdən başlayır. Bakı-Qazax istiqamətində yerləşən növbəti bir stansiya Ləki stansiyasıdır. Ləki stansiyası Ağdaş rayonunun inzibati ərazisində elə Ləki qəsəbəsində yerləşir. Vaxtilə bu stansiyanın ətrafında pambıq yağı, qabların sirkləşdirilməsi, gübrə zavodları fəaliyyət göstərib. Bu zavodlarda istehsal olunan məhsullar isə dəmir yolu vasitəsilə bölgələrə, həmçinin digər ölkələrə çatdırılırdı. Köhnə vağzal hal-halda da yoxdur, onu biz yenisilə 2013-cü ildə əvəz elədik. O vağzal mən üstündə var idi, 1896-cı ildə inşa olunmuşdu, tikilmişdi, 1896-cı ildə. 2013-cü ildə həmin bina əvəzinə gördüyümüz arxamızdakı bu bina inşa olundu və 2014-cü ildə təhvil verildi. Dəmir yolu nətər deyirlər, sivilizasiya deməkdir, mədəniyyət deməkdir. Gördüyümüz bu qəsəbə Ağdaş rayonunun şəhər tipli qəsəbəsidir. Ahalisi arası bir 4000-ə qədər. Bu qəsəbənin yaranma səbəbi ilə sırf dəmir yolu ilə bağlıdır. Məsələn, burada dəmir yolu xətti keçir və ətrafda insanlar başqa uzaq kəndlərdən gəlirlər, dəmir yolunun ətrafında məskunlaşırlar. Ləki-Qəbələ birxətli dəmir yolu xəttinin 2021-ci ildə istifadəyə verilməsi ilə bu stansiyanın əhəmiyyəti daha da artdı. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 42,3 kilometrdir. Pandemiyadan sonra 2024-cü ilin iyun ayında isə ilk dəfə Ucar və Ləki stansiyalarında sürətli sərnişin qatarları dayanmağa başladı. Bol bəhrəli buğan düzü, mil düzü, Şirvan düzü, gəl düşən Azərbaycan. 2025-ci ildə Ləki stansiyasında 888 vaqon üzrə ümumilikdə 58.000 tona yaxın yük əməliyyatı icra olunub. Elə həmin il stansiyadan 2700-ə yaxın sərnişin istifadə edib. Bu ilin ilk rübündə isə bu rəqəm artıq 2000-i keçir. Mən belə bir ailədə böyümüşəm ki, mənim atam bütün ömrü boyu dəmir yolunda işləyib. Daha ki, atam yolu, babam da işləyib belə götürəndə. Yəni, dəmir yolu bizə üçün, yəni, həyatımızın bir tərkib hissəsi olub da, ruhumuza hopub. Mən indi bu xatirə yox, biz bunu yaşamışıq, deyən ki, xatirə. Yəni, mən təsəvvür edə bilmirəm da, sanki dəmir yoldan kənarda həyatı təsəvvür eləmirdim. Eləmirəm daha doğrusu, indi də. Yəni, bu keçmişi də maraqlı. Baxmayaraq ki, deyirəm, o gidrabiklə çevirirdilər. Amma yenə də maraqlı idi. Nə qədər çətin də olsaydı, maraqlı idi. Orada çıxırdın gecələr xüsusilə o işıqlar, svetoforlar, yaşıl, qırmızı, sarı. Dəmir yolunun öz çəkisi var nəqliyyat sistemində.
Ləki dəmir yol stansiyası Ağdaş rayonunda yerləşən ikinci dəmir yol stansiyasıdır. Ağdaş rayonu ilə eyni adı daşıyan Ağdaş dəmir yol dayanacağı da fəaliyyət göstərir. Biz bu dayanacaq haqqında Bakı-Qəbələ istiqamətindən danışarkən ətraflı məlumat verəcəyik. Ləki stansiyasından isə sizə çatdıracaqlarımız bu qədər. Növbəti dəfə, növbəti stansiyada görüşənədək. Hələlik.